Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 8 nömrəli tapşırığın sualının izahını verəcəm. Gəlin bir yerdə sualımıza baxaq. Sualımız Python proqramlaşmasına aid bir sual nümunəsidir və iflərə, eliflərə aiddir. Gəlin əvvəl bir qaydamızı yada salaq, daha sonra sualımıza keçid edərik. Biz bilirdik ki, if şərt blokunun 3 əsas növü var idi. Birinci hansı idi? If onun altında onunla eyni cərgədə dayanan if, yəni alt-alta iflər, bununla eyni cərgədə başqa bir if dayanırdı və s. İkinci ifimiz necə idi? İfin daxilində başqa bir if olurdu. Misal üçün bu formada. Baxın, indi mən pilləkən barı yazıram. Bu formada ifin daxilində başqa bir if yerləşirdi. Və üçüncü qaydamız, ifin yanında, üzr istəyirəm, altında elifimiz yerləşirdi. Elif. Qaydalarımız necə idi? Əgər alt-alta if verilmişdirsə, misal üçün deyirəm, bu ifə yox dedik, düzdür? Bu o demək deyil ki, digərini yoxlamayacaq. Əgər alt-alta if verilirsə, hər bir şərt blokunu biz yoxlamalıyıq. Amma iç-içə iflərdə tutaq ki, buna hə dedik, keçirik bu qola, düzdür? Burada əgər mən yox deyirəmsə şərtə, o zaman növbəti ifə baxılmır. Yadda saxlayın, alt-alta iflərdə bütün iflər mütləq yoxlanılmalıdır. İç-içə iflərdə isə hər hansı bir mərtəbəsində yox cavabı alırıqsa, növbəti mərtəbəsinə düşə bilmirik. Ümid edirəm fikrim aydındır. Üçüncü iflərdə isə bu elif uşaqlar bir növ else plus if deməkdir. Yəni əks halda ifin şərt blokunun, baxın burada hətta gəlin yazım. Bu bizim şərt blokumuz idi də, rombumuz, düzdür? Rombumuzun bir hə qolu var idi, bir yox qolu. Elə bilin ki, yox qolunda başqa bir şərt yerləşirsə, bax bu bizim üçün elif adlanır. Yəni yox qolunun əks haldanın şərti. Ümid edirəm fikrim aydındır. Əgər bu ifə yox deyiriksə, gəlib buradakı şərt blokundakı belə deyək, bərabərsizliyi yoxlamalıyıq. Ümid edirəm fikrim aydındır. İndi gəlin bu qaydamıza əsasən tapşırığımıza baxaq. Belə bir tapşırıq verilib bizə. Deməli, A-nın qiyməti 22-dir, B 17. Birinci şərtimizə baxaq. Deyir ki, A dəyişəninin qiyməti, yəni 22, böyüdürmü B-nin, yəni 17-nin A-ya bölünməsindən alınan tam hissəyə? Baxın uşaqlar, A üzr istəyirəm neçə idi bizdə? A 22 idi. Yəni 17-nin 22-yə bölünməsindən alınan tam hissəyə. Biz bir nüansı yadda saxlamalıyıq ki, misal üçün deyirəm, əgər bölünən böləndən kiçikdirsə, bax bölündən kiçikdirsə, tam hissənin tapılması zamanı nəticəni 0 əldə edəcəyik. Yox, əgər qalıq hissə tapırıqsa, bu zaman yenə bölündən kiçikdirsə, bu zaman nəticəni A-nın qiymətini alacaq. Yəni A neçədirsə, nəticə qalıq hissənin tapılmasında eyni A olmuş olacaq. Gəlin bir misal nümunəsində bunu sizə göstərim. Misal üçün burada yazıram, elə orada yazılanı yazım. 17-nin 22-yə bölünməsindən alınan tam hissə. Baxın, özündən kiçikdir deyə tam hissə tapılması zamanı nəticə 0 verəcək. Gördüyünüz kimi, bir də 17-nin faiz işarəti bizdə qalığı bildirirdi, bilirdik. 22-yə bölünməsindən alınan tam hissəni tapaq. Bu zaman isə görürsünüz ki, bölündən kiçikdirsə, qalığın tapılmasında nəticə bölünənin özü olmuş olacaq. Ümid edirəm ki, fikrim aydındır. İndi qayıdıram sualımıza. Bu zaman deməli, biz belə deyək, sualı necə veririk? Yəni deyirik ki, 22 böyüdümü 0-dan, bunun nəticəsi olur 0. Buna deyirik hə. Şərtə hə dedik. Hə deyiriksə, şərt blokunun daxilində hansı ifadə yazılıbsa, onu yerinə yetirəcəyik. Printin daxilində nə yazılıb? A minus B. Yəni 22 çıxılmış 17. 5. Deməli, print bir dəfə 5-i çap eləyəcək. Bir qiymətimiz oldu 5. Bura yazıram. İndi baxın, burada görürsünüz alt-alta iflərdir. İf buradadır, sonra buradadır. Əgər bu ifə yox desək, elifə baxacaq. Elifə də yox desək, elsəyə baxacaq. İndi gəlin ikinci ifimizi yoxlayaq. A, yəni 22. Böyüdümü B bölünmüş 5-dən. Yəni 17-nin 5-ə bölünməsindən. Yadda saxlayırıq. Əgər biz tam tipdə olan bir veriləni digər başqa tam tipə böldükdə, nəticəni float tipində alırıq. Yəni nə deməkdir? Bir dənə həqiqət tipində də bir növ. Bircə dəqiqə bunu yazın. Float. Aha. Yəni nə deməkdir uşaqlar? Misal üçün, yazıram ki, 17-nin elə 5-ə bölünməsini bu formada yazım da. Bax, əgər 17-nin 5-ə bölünməsini bu formada yazırıqsa, əgər hər iki tip tam tipdir də, 17 də tam tipdədir, biz verilənlərin tiplərini keçəndə danışmışdıq bu haqda. 5 də tam tipdədir, amma kəsr ədədlər float tipindədir. Yadda saxlayın, tamı tama böləndə nəticə kəsr ədəd tipində olur. Misal üçün, bax, belə bir ifadə yazım sizin üçün. Bax, burada 4 yazanda gördünüz. Qalıq alınmır 12-nin 4-ə bölünməsindən. Amma bu formada böləndə qalıq alınmasa belə tamı tama bölürük deyə nəticəni float tipində verir. Yəni yanına 0 əlavə edərək bir növ qalıqmış kimi göstərir. Yəni qalığı 0 göstərir. Onu aydın şəkildə burada vermiş olur. Ümid edirəm fikrim aydındır. Bizdə indi nə istəyirdi? 17-nin 5-ə bölünməsindən alınan tam hissəni.
17-ni də 5-ə böləndə biz bilirik ki, 3 dəfə qalırdı. 3 dəfə 5, 15. Burada qalacaq, qalıqda 2-dir, tam hissədə 3-dür. Deməli, burada sual necədir? 22-nin deməli, böyüdümü 3-dən? Üzr istəyirəm, burada bəli. Deyirik 22 böyüdümü 3-dən? Buna da deyirik hə. Baxın, şərt qoluna hə deyiriksə, yenə şərtin daxilində verilən bu ifadəni həll edirik. Burada nə yazılıb? B bərabər B minus A. Yəni, B bərabərdir B 17, çıxılmış A 22. Bu deyiləcək -5. Bayaq dediyim kimi uşaqlar, əgər ifə yox desəm elifə keçirəm, elifə yox desəm elsiyə keçirəm. Artıq biz bax bu ikinci ifə hə dediyimizə görə elifə də elsiyə də müraciət etmirik. Deməli, nəticəmiz necə olacaq onda? 5 və -5. Python-da yoxlayaq. Proqramı run edirəm. Gördüyünüz kimi nəticəmiz 5 və -5 olur. Bu qədər. Allah amanında, sağ olun.